Salam. Bugün sizlərə demək olar əksər 9-cu siniflərin çətinlik çəkdiyi interrogative sentences bölünməsini izah edəcəm. Interrogative sentences bildiyiniz kimi nə deməkdir? Sual cümlələri. İlk öncə yadda saxlayırıq ki, interrogative sentences iki yerə ayrılır. Ümumi sual cümlələri, ikinci isə xüsusi sual cümlələridir. Ümumi sual cümləsinin cavabı hə, yoxdan ibarətdir. Yəni, ingilisində yes, no-dan ibarətdir. Məsələn, sən şokoladı sevirsən, bu ümumi sualdır. Cavabı yes ya da no-dur. Onda sualımız nə olacaq? Do you like chocolate? İndi biz bunda baxmalıyıq. Söz sırası necə olacaq? Birinci köməkçi feilmi gələcək? Mübtəda mı, tamamlıq mı? Bunları diqqət etdirməliyik. Xüsusi sual cümləsində isə cavab daha detallı cavab tələb eləyir. Burada isə bizə lazım olacaq WH və how sözləri. Bizə lazımdır xüsusi sual sözləri. Birinci başlayırıq ümumi sual cümlələrindən. Ümumi sual cümlələrində söz sırası belə olur uşaqlar. Köməkçi feil, mübtəda, xəbər, tamamlıq. Köməkçi feilinə biz burada nəyi nəzərdə tuturuq? Baxaq. Do, does, did. Shall, will. Have, has. Have, has burada aid, məsələn, indiki bitmiş zamanda olan have, has aiddir. Yəni, köməkçi feil olaraq, əsas feil kimi yox. Və modal feillər bura daxildir. Modal feilləri hansılar aiddir? May, must, should, can və s. Və mübtəda xəbər tamamlıq. Gəlin buna uyğun cümlələr quraq. Məsələn, cümləmiz bu olsun. Bayaq dediyim cümlə biraz dəyişək. Sən dondurmanı xoşlayırsan. Onda biz dediyimiz kimi köməkçi feil birinci gəlməlidir. Xoşlayırsan indiki zamanda olduğuna görə yazıram do. Mübtəda gəlir ikinci. Sən bizim mübtədamızdır. You. Feilimiz nə olacaq? Xəbər xoşlamaq. Like. Tamamlıq nəyi? Dondurmanı. O zaman yazırıq. An ice cream. Do you like an ice cream? Digər bir cümlə keçmiş zamanda olsun. Sən məktəbə getdin. Deməli, köməkçi feil keçmiş zamanda olduğuna görə biz istifadə edirik did. Mübtədamız sən yazırıq bura you. Feilimiz, xəbərimiz olur getmək go. Məktəbə AE şəkilçisi to school. Did you go to school? Bu bizim ümumi sual cümlədir uşaqlar. Cavab çünki burada olacaq ya yes I did və ya olacaq no I didn't. Bu necə cümlə hesab olunur? Ümumi sual cümləsi hesab olunur. Ümumi sual cümləsi söz sırası necə oldu? Köməkçi feil, mübtəda, xəbər, tamamlıq. Köməkçi feil, mübtəda, xəbər, tamamlıq. Xüsusi sual cümləsində isə bu söz sırasını biz olduğu kimi saxlayırıq. Sadəcə qarşısına xüsusi sözləri əlavə edirik. Xüsusi sual. Xüsusi sual cümləsində bayaq qeyd etmişdim WH və how. WH-ə nə aiddir? What, why, what kind of, which, where, when və s. bunlar aiddir və how-nu əlavə edirik. Xüsusi sözümüz, sonra gələcək köməkçi feil, yenə mübtəda, xəbər və tamamlıq. Deməli, başlayırıq burada xüsusi sual cümləmizdən. Məsələn, deyirəm ki, sən nə yedin? Burada nə bizim artıq xüsusi sualımızı müəyyən eləyir. Nə what'dur. Yedin, dd şəkilçi keçmiş zamanda olduğuna görə bura did qoyuruq köməkçi feil olaraq. Mübtədamız olur you. Xəbərimiz yemək nə olacaq? Eat. What did you eat? Xüsusi sualdır uşaqlar. Yəni cavab nə yedin sualına siz hə, yox deyə bilmirsiniz, düzdür? Ümumi cavab verə bilmirsiniz. Burada bizə lazım olsa xüsusi. Məsələn, deyirsiniz ki, mən pizza yedim. Onda olacaq I ate a pizza.
Burada bəzi qaydalar var ki, mən istəyirəm siz onu yadınızda saxlayasınız. Hər birinin mənasını istəyirəm. Baxaq. Who-nun mənası kim deməkdir? Whom, kimi, kimə anlamında gedir. Which. İndi bir dənə qeyd edirəm burada hansı sual sözləri özündən sonra isim tələb eləyir. Which, how many, how much, what kind of. What isə hansı mənasında, baxın, bəzən özündən sonra isim tələb edə bilər. Hansı mənasında? Məsələn, what color do you like? O mənada özündən sonra isim tələb edər və əsas olan who'sdur. Özündən sonra nə tələb eləyir? İsim. Which, what kind of ikisinin də mənası hansı deməkdir. How many, how much nə qədər deməkdir sadəcə. How many özündən sonra cəm isim gətirdiyi halda, how much özündən sonra tək isim gətirir. Whose da oldu kimin. Düzdür? Whose'un mənası oldu kimin və özündən sonra biz nə istifadə edirik? İsim istifadə edirik. Daha sonra bir dənə yadda saxlamanızı istədiyim əlavə bir şey də var uşaqlar. What və who cümlədə mübtəda olmadığı halda özündən sonra birbaşa feil gətirə bilir. Özündən sonra birbaşa feil gətirə bilir. Nə zaman? Cümlədə mübtəda olmadığı zaman. Baxın, burada mən nə yazmışam? Köməkçi feil. Baxın. Yenə burada köməkçi feildən biz əl çəkə bilmirik. Sadəcə who ilə what elədir ki, birbaşa özündən sonra deməli, feil gətirə bilir. Nə zaman? Məsələn, mən deyirəm, nə baş verdi? Nə baş verdi? What? Mübtədamız elə nədir? Baş verməkdə olduğu xəbər. Cümlədə mübtəda əgər özü olarsa, o zaman özündən sonra birbaşa feil gətirir. What happened? Və yaxud da deyirəm, sənə kim kömək etdi? Uşaqlar, burada kim bizim sual sözümüzdür. Who və mübtədamızdır eyni zamanda. Kömək etdi bizim xəbərimiz olur. O zaman mən burada who did help yazmıram. Who helped yazırıq. Niyə? Çünki mübtəda özüdür. Who helped sənə isə tamamlıqdır. Who helped you? Gəlin gedib baxaq indi. Orada məsələn ayrıcı suallar var. Ayrıcı sual ən asandıdır əslində. Test üstündə izah edeyim sizə. Deməli, burada make-up sentence-ə baxırıq. Deməli, ola bilər ki, bu sual cümləsidir. Çünki how long görürəm burada. How long adətən present perfect-lə işlənir. Nə qədər müddətdir anlamında gedir daha çox. How long? Köməkçi feilimi gətirirəm bura. Have, mübtədam olur. You, feilim olacaq. Known, tamamlıq olacaq. Each other. How long? Gəlin yazaq bura. How long have you known each other? Yəni deyir, bir-birinizi nə qədər müddətdir tanıyırsınız. Belə bir cavabımız hardadır? B bəndində. 21-də never sözünü görürəm. Ayrıcı sualda bir tərəf inkar olanda bir tərəf təsdiq olur. Və ya tərsinə bu tərəf təsdiq olanda bu tərəf inkar olur. Never inkarda olduğuna görə mən buranı demək nədə verməliymişəm? Təsdiqdə. O zaman inkarları çıxıram. C getdi, B getdi, D getdi. Daha sonra participates S qəbul edib hansı zamandadır? İndiki sadə zaman. İndiki sadə zamanın köməkçi feili nədir? Does. A bəndini də çıxıram burada. 22-də yenə demək baxırıq nəyə? Ayrıcı sualda baxın, vergül var. Bu tərəfi təsdiqdə verib deyə mən bu tərəfi nədə verməliyəm? İnkarda. O zaman A-da təsdiqi çıxıram, D-ni çıxıram. Sonra zaman uzlaşmasına baxıram uşaqlar. Bu cümlədə will yoxdursa mən bura will, won't qoya bilmərəm. Keçmiş zamanda deyil axı always və right var. İndiki zamandadır. Ona görə didn't yox, C bəndini götürürük. Don't day. Sonra indi baxırıq burada. Uşaqlar let olduğu kimi qalan feillərdən keçmiş zamanda let, put, cost. Onda mən nəyə baxmalıyam? Əgər mənim mübtədam 3-cü şəxsin təkindədirsə və həmən feil S qəbul etməyibsə, o zaman hansı zamandadır? Keçmiş zamanda. Deməli did burada doğru işlənib. Ayrıcı sualdır. Birincisi keçmiş zamanda did qoyuruq. Bu tərəf təsdiqdədir, bu tərəf inkarda olmalı deyə didn't qoyuruq.
Məsələn, baxın, burada baxıram. Let's hansı zamandadır? S qəbul edib artıq, deməli, indiki zamandadır. Amma bu cümlə yanlışdır uşaqlar. Çünki ayrıcı sualda bir tərəf təsdiqdə, bir tərəf inkarda olmalıdır. Ona görə doesn't olacaq. Onda 2-ni çıxsam, A, C bəndini çıxıram. 1 demişdim, doğrudur. 3-dən 4-ə baxırıq. Burada S varsa, mən bir də bura ikinci S artıra bilmərəm. 3 getdi, cavab oldu 1, 4. Did lay. 24-də düzgün sual sözünü seçməli. Bu isə bizdən tərcümə tələb edir uşaqlar. Bir dənə şey deyim, onu yadda saxlayın. When, what time, present perfect ilə işlənməz. Present perfect olur. Have, has üstəgəl feilin. Üçüncü, indi yadıma düşdü, dedim, onu deyim sizə. Bayaq qeyd etdik ki, how much özündən sonra isim tələb edir, düzdür? Burada isim yoxdur, daha doğrusu nöqtələrdən sonra. Ona görə C ilə D-ni çıxıram. Didn't they write the exercises? Onlar yazmadılar tapşırıqları. Onda belə olacaq. Niyə yazmadılar onlar tapşırıqları? Tərcüməyə baxıram. Nə zaman yazmadılar? When didn't they write? 2, 4-üm doğrudur. Burada 2 yoxdur deyəcək. 5-ə baxırıq. What they didn't, what isə uyğun gəlmir. Nə onlar yazmadılar tapşırıqlarını olmur. What-u biz o vaxt qoyar ki, cümlədə tamamlıq olmasın. Amma burada isə tamamlıq var. Yəni nəyi sualına cavab verən nəsə var, tapşırıqları. Ona görə cavabımız nə olacaq? 2, 4, A bəndi. 25 bəncə açıq sualdır. Did Jack prepare his homework? Deyir ki, Jack ev tapşırığını hazırladı. Whose özündən sonra isim tələb eləyir. Bu ümumi sual da ola bilər. Çünki köməkçi feil, mübtəda, xəbər və tamamlıq var burada. Ona görə 1-i götürə bilirəm. Aha. When did Jack, nə vaxt o hazırladı, tərcüməyə uyğun gəlir. Və how did Jack prepare və necə hazırladı. 1, 2, 5 doğrudur. What niyə görə uyğun gəlmir? Çünki cümləmizdə artıq nəyi sualına cavab verən nəsə var. Yəni ev tapşırığını. Cavab olur 1, 2, 5.